Perunun məşhur küçə yeməyi sayılan lomo saltado hazırladım. Yeməklərdə soğan sevməyənlər, bu resept tam sizlikdir. İlk öncə julyen formasında doğradığımız əti tavaya əlavə edirik. Qarışdırıb qapağını bağlayıb suyunun çəkilməsini gözləyirik. Daha sonra üzərinə biraz duru yağ əlavə edib ətləri qızardırıq. Qızaran ətləri götürüb həmin yağda videoda gördüyünüz formada doğradığımız soğanları əlavə edirik. Soğanların rəngi biraz dəyişdikdən sonra üzərindən bir diş sarımsaq rəndələyirik. Sonra yeməyimizə rəng qatan qabığı soyulmuş və iri doğranmış pomidorları əlavə edib qapağını örtürük. Sonda duz, istiot, sirkə və soya sosunu əlavə edib qapaq altında vamodda 15 dəqiqə bişiririk. Tam suyu çəkilməlidir. Bu yeməyi adətən kartof qızartması ilə və ya sadə düyülə servis edirlər. Sadə və rahat hazırlanmağına baxmayaraq çox dadlı olunur. Mütləq sınayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videonu bəyənməyi və abunə olmağı unutmayın.